şükür etmək. Qoruyur. O siz dediğiniz bütün hamısını bir xırdalıqlarına qədər söylədiniz və bütün bunlar olmasaydı insan psixikası darmadağın olar və insanın başına doğrudan hava gələ bilər. Təsəvvür eləyin ki, bir düşülməz bir vəziyyətdir, çətin bir vəziyyətdir, insanın başına bir hava gələr. O ən çətin momentlərdə insan kimə sığınır, kimə dua eləyir, kimə arxalanır. Mütləq bir varlıq hiss eləyir da, mütləq bir varlıq hiss Və ona eləyir. insanın mənəvi bir tələbatı var, yəni Allaha sevgi, o bağlılıq. Əslində mənim sualım var Hacı Rahim bəyə. Uşaqlıqdan gələn bir sualdır sözünüz. Mən həmişə bunu belə bir möcüzəvi, belə mistik bir şey kimi düşünmüşəm, amma heç bir zaman heç bir yerdə açmamışam. Uşaq vaxtı mən qoyun əti yeyə bilmirdim. Yəni xüsusi bir iyi vururdu həmişə məni. Amma qurban əti, yəni qurban əti bişəndə o sanki onun iyi olmurdu, o mənim xoşlamadığım o qoxu orada olmurdu. Daha ləziz, daha dadlı olurdu. Yəni bunun səbəbini bu günləri Oradan əziz tamaşaçılarımız. bu günə dadlı olur, qismətli, yəni qurban əti bunun səbəbini bu gün öyrənmək mənə bu günə nəsib Baxın, olub. o siz nəyə dadlı bənzər idi? olur? Bir yaxın Nurana xanımda elə demək olar ki, sualınızın bir tərəfinin haşiyəsini vurdu. Allah üçün görünən işlər hamısı ləzzətli olur. Bir şey ki, gözəl dedi da Nurana xanım ki, getdin o işi elədin, heç kim bilmədi. Otdun maşınıma, Allahla danışa-danışa o sənə ləzzət verir. Bizim bildirimiz var idi, tüklərin biz-biz oldu. O bizim fiziki tərəfimizdir. Amma əslində Allah insanın ruhunu sirkələyir. Şimdi mən onu gördüm, qəbul elədim. Gördüm və qəbul elədim. İndi Allah üçün edilən hər bir iş, nəyə görə deyirlər ki, ehsan yeyəndə insan, məsələn, ehsan yeyəndə xüsusi bir dadı olur onun. Hə, niyə? Toyda yeyəndə o aşın o qədər dadı olmur, amma Niyə ehsan elədir? Niyə yeyəndə elədir? onun bir xüsusi dadı olur. Niyə? Çünki Allah öz rəhmətini, mərhəmətini o nemətdə bərqərar